Qazaxıstan siyasəti olduqca maraqlı dövlətdir. Bu ölkə bütün güclərlə dil tapmağı bacarır. Bu səbəbdən Türk dünyasında yeri olduqca önəmlidir. Beləliklə İlham Əliyevin mühüm mesajlar verdiyi tarixi Qazaxıstan səfərini təhlil edirik. Qazaxıstan liderinin prezident İlham Əliyevə təqdim etdiyi geyim. Çapan Qazaxıstanın milli geyimidir. Hörmət və ehtiram rəmzi kimi nüfuzlu şəxslərə hədiyyə olunur. Bu geyim həm də dostluğu, sədaqəti ifadə edir. Çapan fərqli rənglərdə müxtəlif milli naxışlarla bəzədilmiş formalarda olur. Amma növündən asılı olmayaraq eyni mənanı ifadə edir. Bu işləmələrdə qəhrəmanlıq simvollarımız, ata-babalarımızdan gələn o simvollarla kişi bəzənirdi və o kişi o ailədə, o toplumda sayğın bir halda insanlara, ictimaiyyətə, öz ailəsinə təqdim olunurdu. Mən belə düşünürəm ki, ona görə də cənab prezident İlham Əliyevə bu çapan simvolunda o Türk ailəsinin sayğın bir fərdidir. Biz ondan fəxr edirik. Ona təqdim olunmuş bu çapan mən düşünürəm ki, ən üst səviyyədə oluna biləcək bir təltif idi.